Hər bir Adəm evladına ibrət verici bir qissədən bəhs edəcəm. Bir gün İsa aleyhissalam ağacın altında oturub dua edən birini gördü. Diqqətlə baxdıqda adamın şikəst, həm də kör olduğunu anladı. Bədəni də cılız və taqətsiz görünürdü. Amma buna baxmayaraq adam əllərini qaldırıb, xoşbəxtlikdən sanki uçacaqmış kimi Rəbbinə dua edirdi. Subhanallah. Adam belə dua edirdi. Ey neçə-neçə zənginlərə vermədiyini mənə ikram edən Rəbbim, sənə ağacların yarpaqları qədər həmd olsun. İsa aleyhissalam adama yaxınlaşdı. Ayağın yerimir, gözün görmür, bədənin də sağlam görükmür və buna baxmayaraq bir çox zənginlərə verilməyən nemətlərin sənə verildiyini düşünərək sevinc içində Allaha şükr etməkdəsən. Hansı neymətdir neçə-neçə zənginlərə verilmədiyi halda sənə verilən? Görməyən gözləri ilə səsin gəldiyi tərəfə yönələn adam dedi ki, Allah mənə elə bir qəlb verdi ki, o qəlblə onu tanıyıram. Elə bir dil verdi ki, o dillə ona şükr edirəm. Halbuki dünyanın sərvəti əlində olan neçə-neçə zənginlər var ki, qəlbində onu tanıma, dilində isə ona şükr etmə sevinci yoxdur. Amma gəl gör ki, ayaqları topal, gözləri kör, bədənində də xəstəliklər olan bir adama Allah Əzzə və Cəllə bu sevgini ihsan etmiş. Neçə-neçə zənginlərə vermədiyi nemətləri mənə verən Rəbbim, sənə ağacların yarpaqları qədər şükürlər olsun deyərək ona təşəkkür etməkdən özümü saxlaya bilmərəm. Baş gözü kör olsa da qəlb gözü açıq olan bu adama yaxınlaşan İsa aleyhissalam elə isə əlini ver deyərək adamın əlindən tutdu. Əyilərək gözlərini öpdü. Peyğəmbərin dodaqları dəyən o kör gözlər həmən açıldı. Qarşısındakının İsa aleyhissalam olduğunu görən adam çox həyəcanlanaraq sən ölüləri dirildən, xəstələrə şəfalar bəxş edən, möcüzələr sahibi olan Peyğəmbər deyilsənmi dedi. İsa aleyhissalam bəlli deyilmi deyincə adam gözlərimdən bəllidir dedi. Amma ayaqlarımdan bəlli deyil. İsa aleyhissalam təbəssüm edərək hələ bir ayağa qalx. Ayaqları üzərində sapsağlam qalxan adam söylədiyi ilk söz bu oldu. Ey Allahın nəbisi, səndəki bu möcüzələr Allahdan deyilmi? Elə isə izin ver gecikməyib. Ona həm dedi və belə deyərək başını səcdəyə qoydu. Və belə dua etdi. Rəbbim, səni tanıyan bir qəlblə şükr edən, bir dil neymətinin şükrünü etməkdən aciz ikən, indi görən bir cüt göz, yeriyə bilən iki də ayaq lütf etdin mənə. Bu çox dəyərli neymətlər qarşılığında sənə necə şükür edə bilərəm? Sən ən yaxşı tərifə layiqsən. İsa aleyhissalam ətrafındakı insanlara səslənərək belə dedi. Ey insanlar! Onu səcdəyə endirən bu neymətlərə biz əvvəllərdən sahibik. Amma heç birimiz onun duyduğu kimi bir sevinç hissi duymadıq. Elə isə təfəkkür edin, düşünün. Çünki düşünən hər bir ağıl sahibi, sahib olduğu nemətlərin fərqinə varar deyib Allahın nəbisi sözünü bitirdi.